Salam aleykum, salam aleykum. Deməli, mənə elə gəlir ki, bunların vallahi bilmirlər nə fikirləşsinlər. Həqiqətən də mən şoka düşmüşəm. Videoya baxıram. Amma pelekanlara qalxır. İstəyəndə belə deyim də funksiyanı aktivləşdirir. Yuxarıda videoda görsəndiyi kimi bu çox hamar yol kimi getdiyi kimi təsəvvürə gətirilir də. Yəni ki, maşın sirkələnmir. Amma funksiyanı söndürəndə çox belə nahamar qalxır da, belə deyim, joski qalxır yolu. Sonra bu vəhşi qırğındır da. Bu necə bunu müəyyən edir, necə təyin edir ki, deməli başı dəyəcək, belə deyim də maşın başı dəyəcək, verir maşını aşağı. Sonra biraz gedəndən sonra təzədən qaldırır yuxarı ki, maşın altı dəyməsin. Yəni bu nə düşüncədir, bu nə hərəkətlərdir. Dəhşət qardaş, dəhşət, həqiqətən bilmirəm, möhtəşəm deyim, bilmirəm, nə bilim. Bu da parkovkadadır. Hansısa bir molun parkovkasına oxşayır. Qaş gəldi, düşdü özü üçün, akuratla verdi ki, gələ xal oldu, sən parkovka eləyərsən. Özü də keçdi, durdu. Çox maraqlıdır ki, yəni mən bu məsafələrə baxdım. İstəsə arxa-arxaya maşın girə bilər də. Bizim o variantlarımızla maksimum 2 dəfə dala qabaq eləməklə rahat girə bilər. Bu yox, bu fikir ver. Arxada nə qədər məsafə vardı, hələ verə bilərdi dala. Bu yox, bu ucu başlayır hoqqa çıxartmağa. Çox güman ki, burada təkərlər yeyilir də. Hələ səs gəlmir. Yəni molda bu hərəkəti eləsən 100% qırğın səs gələr də. Yəni ki, cüldüyün səsindən dayanmaq olmaz. Adi pavorotda bir damcı qaz yüksək olanda pavorot eləyirsən molda ya. Görsən ki, təkərlər necə cüldəyir, səs çıxardır. Ona görə demək istirdim ki, belə. Amma bu doğrudan bu qırğın idi. Amma burada da belə pis olsun vermək olardı ya. Yəni belə biraz baxdım bu videoya ki, bunu vermək olardı, yoxsa yox. Burada variantlar var. Burada ucu qabağı verməlidir. Burada bu biraz gec verir də qabağı, başa düşdün? Hoşum. Bu sağda gör nə qədər boş yer var. Fikir versən. Sağda kalan boş yer var idi, amma bu solu niyəsə görə diriyir. Başa düşdün? Yəni də intellekt də, süni intellekt özü üçün hoqqa çıxardır. No. Məncə bu kadrı bir neçə dəfəyə çəkiblər. Yəni sözüm burada kiminsə düzəltdiyi şeyə lağa qoymaq, nə bilim, əstəğfurullah, bunlar yəni kimi də deməsəm də özümdən 1000 dəfə qabaqdadılar da. Amma buna baxmamışam heç. Bu bir də buna da baxım görüm bunlar nə etmək istəyirlər. Gene sxem qruplarda qardaşlar da əməlli başlı da. Möhtəşəm sistemlərini qruplar getdik. Bu arada BYD Yangwang U7 avtomobilinə baxırıq. Bunlar hər şey burada nəsə 95 sürətlə, 95 sürətlə bu divizeniyaları insansız eləyib, ona görə rekord göstərib, neyinib. Baxaq görə indi neynəyəcək. Aha, 95. Olu, bu neynir ala, can. Bu yəni mən də çipi yazdım, ondan sonra belə oldu da, başa düşdün? Qaqaş təzə rekord yazdı da özü üçün, başa düşdün? Özünü təzələdi. Nə bilim valla, əhsən. Bu da mühərrik. Yəqin mühərrikin işləmə prinsipini bizə izah edirlər bu videoda. Bu batareyalara oxşayır. Batareyalar CTB, STB
Ümumi maşının təhlükəsizlik işarları izah olunur bizə. Oturacaqların qıraqdan tutması falan belə deyim. O da hardasa yastığa oxşar bir şeylərdir. Işıq sistemini, şarj doldurmasını, sağ sol, biri yəqin AC portu, biri DC portu. Yəni təkərlərin bir-birindən asılı olmayaraq biri dala, biri qabağa getməyini göstərir. 102,9 saniyəyə sürətlənməni göstərdi bizə bu videoda. Təkərin işləməsini göstərir bizə. Yolu özü analiz etməyini göstərir. Buna görə belə bir video çıxmışdı bu yaxında. Deyirlər ki, bu əslində təhlükəsizlik cəhətdən olmaz belə eləmək. Bilməm, sürməmişəm arxa təkərdə dönən maşınlarla. Bilməm, niyəsə görə mənə elə gəlir ki, bu biraz narahat deyə mənə belə şey eləmək. Təsəvvür et, dönürsə arxa da dönür də, başa düşdün? Belə. Bunlar nə hoqqa çıxardılar. Krişada o qədər yer var. Vacibdir təkərlərin başın pis günə qoyasan. Neysə, burada videonu yekunlaşdıraq.